Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcma'in. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli əmmə ba'd. Allah Teala Quran-ı Kerim Zəriyət surəsi 55-ci ayədə buyurur ki: "Və dəkkir fə innə zikra tənfa'ul mu'minin." Xatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Biz cənazə əhkamları mövzusunda bugün Allahın izni ilə ikinci hissəni götürəsik və adəti üzrə Şeyx Ütheymin rahimehullaha cənazə əhkamları, cənazə barəsində verilən suallar və şeyxin bu suallar əsnasında verdiyi cavablar olacaqdır. Və götürəcəyimiz bugünkü günün ilk sualı, şeyxa sual verilir ki, Şeyx Allah sizə bərəkət versin, əmin. Ərin öz vəfat etmiş həyat yoldaşını və yaxud da ki, qadın öz vəfat etmiş ərini cənazəsini yuya bilər, yoxsa bilməz. Və şeyx cavab verir ki, bəli, ərin vəfat etmiş arvadını yuması caizdir və həmçinin də qadın vəfat etmiş ərini yuması da caizdir. Çünki rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhəyə belə buyurmuşdur: "Əgər məndən əvvəl vəfat etsəydin, səni yuyardım." Və həmçində Əbbəkir radiyallahu anhu Əs-Siddiq həyat yoldaşının onu yumasını vəsiyyət etmişdir. Və sonra şeyxa sual verilir ki, insanların ölülərini bu məqsədlə hazırlanmış xüsusi yuma yerlərində yumasını görürük. Halbuki fəqihlər demişlər ki, ölünü yumağa ən layiqli şəxs əvvəlcə onun vəsiyyət etdiyi şəxs, sonra atası, sonra babası, sonra isə ən yaxın qohumudur. Bu barədə nə deyə bilərsiniz? Və şeyx cavabında verir ki, fəqihlərin Allah onlara rəhm etsin qeyd etdikləri bu hökm mübahisə olduğu zaman nəzərdə tutulur. Mübahisə baş verdiyi zaman kim yuyacaq və bəzən də olur ki, insanlar arasında mübahisə düşür ki, həmən ki, cənazəyə olan ikramdan, insanın sağlığında ikən onun qazandıqları əməllər insanların onun cənazəsini yumaq üçün bir-birləri ilə yarışmasına səbəb olur və bu zaman insanlar arasında mübahisə düşür və şeyx gətirir ki, belə bir hal baş verərsə, ilk öncə kimə vəsiyyət etmişsə o və sonra da onun yaxınları yuyur. Ancaq mübahisə yoxdursa bu məsələdə və həmən ki, iş üçün ayrılmış şəxsin cənazəni yumasında və həmçində cənazə yuma yerinə aparılmasında heç bir problem yoxdur. Və sonra şeyxa sual verilir ki, ata və ana 7 yaşına çatmamış vəfat edən övladlarını yuya bilərlərmi? Və şeyx cavabında sual verilir ki, ananın övladını yuması caizdir. Əgər, yəni burada oğul evladından gedir. Ananın öz oğlunu yuması icazəlidir. Yoxsa ki, ata və həmçində atanın öz qızını yuması, cənazəsini yuması icazəlidirmi? Və şeyx burada cavab verir ki, əgər 7 yaşına çatmamışdırsa, oğlan uşağı, anası onu yuya bilər. Və həmçində qız uşağı 7 yaşına çatmamışsa, 7 yaşından aşağıdırsa, bu zaman ata da onu, qız uşağını yuya bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin oğlu vəfat etdiyi zaman onun cənazəsini qadınlar yumuşdular. Və həmçində 7 yaşından kiçik uşaq üçün övrət hökmü yoxdur. 7 yaşından balaca uşaq üçün övrət hökmü yoxdur. Və sonra şeyxa sual verilir ki, ölünün yumağın qaydası necədir? Ölüləri yumağa başlayan elm tələbələrinə bu barədə tövsiyəniz nə olardı? İlk öncə biz cənazənin yuyulması, kəfənlənməsi barəsində bir video hazırlamışıq. Orada ölünün yuyulma qaydası başdan sona qədər, həmçinin kəfənlənmə qaydası başdan sona qədər hamısı qeyd olunub.
Qısa məlumat olaraq demək olar ki, ilk öncə cənazə elə bir yerdə yuyulmalıdır ki, bütün gözlərdən uzaq olsun, onu heç kim görməsin. Ətrafı bağlansın. Əgər hazır bir otaq, bir şərait yoxdursa, ətrafı bağlansın. Və sonra onun paltarları bədənindən, onun paltarları soyundurulduğu zaman açıq-aşkar lüt bədəndə qalmasın, övrət yeri örtülsün. Kişilərdə köbək diz arasıdır, qadınlarda isə sinədən diz arasına qədər örtülsün. Və həmənki cənazədə ancaq orada iştirak edəsi insanlar orada cənazənin yanında olsun. Su tökməkdir və həmçinin sabunlamaqdır. Ola bilsin cənazə biraz ağır olsun və onun çevrilməsi üçün ola bilsin köməyə ehtiyac olsun. Bu insanlardan başqa orada yaxşı olar ki, heç kim iştirak etməsin. Və həmçinin cənazə yuyulduğu zaman suya sidr qatılır və ən sonuncu yumaqda isə biz dedik ki, cənazə ən azı bir dəfə, ancaq 3 dəfə yuyulması, tək sayda yuyulması daha uyğundur. Yəni 3, 5, 7 əgər ehtiyac olarsa. Çünki bəzi cənazələr olur ki, Allah qorusun, yəni yanaraq və yaxud da ki, müəyyən müəyyən maddənin içərisinə düşüb və bu şəkildə vəfat edən insanlar olur, müsəlmanlar olur. Onların cənazəsi baxırsınız ki, 3 dəfə yuməklə təmiz olmur, artıq daha çox yeməyə tələbat olur, ehtiyac olur və bu zaman 3, 5, 7 bu şəkildə tək sayda yuyulur. Və axırıncı yuyuluşda isə suyun içinə kafur qatılır. Kafur da yəni ağ rəngdə sərt maye olan bir daş formasında bir şeydir. Yəni o ovulur və suyun içinə qatılır. Bu da dəlil olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı vəfat etdiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur, yəni sonuncu yuyuluşuna kafur və yaxud da kafurdan bir hissə əlavə edin deyə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Şübhə yoxdur ki, bu yəni sünnədir, müstəhəb bir əməldir. Əgər tapılmırsa, yoxdursa, bunun edilməməsi yəni bir qəbahət sayılmır Allahın izni ilə. Və həmçinin də cənazə yuyulmağa başladığı zaman bəzi insanlar onun ağzına və burnuna bol şəkildə su verirlər. Bəzən qabla su tökürlər burnuna, ağzına. Bu icazəli deyil. İcazəli olan şəkli odur ki, pambıq və yaxud da ki, parçanın isladılması burun dəliklərinin və həmçində ağzının dişlərinin bu şəkildə təmizlənməsidir. Və şeyğa sual verilir ki, bəzi insanlar ölünü yuma zamanı onun bütün paltarlarını çıxarırlar və bəzən ehtiyac olmadığı halda çılpaq şəkildə onun yanına daxil olurlar. Bu barədə fikriniz nədir? Və şeyx gətirir ki, elm əhli gətirir ki, ölünün paltarı çıxarıldıqda mütləq onun övrəti bir örtüklə örtülməlidir və həmçinin də yuma zamanı ehtiyacı olmayan şəxsin orada olması məkruhdur, icazəli deyil. Və həmçinin şeyğa sual verilir ki, ölünün dırnaqlarını kəsmək, bığlarını qısaltmaq, qoltuq altı tükləri və övrət yerinin tüklərinin təmizlənməsinin hökmü nədir? Və Şeyx Ütheymin rahimehullah cavab verir ki, elm əhli deyib ki, ölünün dırnaqlarından kəsilməsi tələb olunan qədər, yəni əgər ölünün dırnaqları həddən artıq uzundursa və həmçinin bığları həddən artıq uzundursa və digər bədəndəki tüklər həddən artıq uzundursa, bu zaman icazəlidir ki, bundan götürülsün. Əgər yox, həddən artıq uzun deyilsə, o şəkildə dəfn olunur. Və sual verilir ki, əgər ölünün qızıl dişi varsa, onu çıxarmaq olarmı? Və şeyx cavab verir ki, əgər qızıl dişi çıxarmaq mümkündürsə çıxarılır. Çünki onu olduğu kimi saxlamaq malın tələf edilməsinə səbəb ola bilər. Əgər
həmənki şəxs dünyasının dəyişdiyi zaman, həmənki an onu çıxarmaq mümkün deyilsə, yəni cənazə hazır olduqdan sonra da ən axırda da onu çıxarmaq olar. Yəni dişlər iki qismə bölünür bildiyimiz kimi. Şeyxə verilən sual burada taxma dişlərdən gedir. Və həmçinin şeyxə sual verilir ki, bir insan vəfat etdi və onun ağzında qızıl dişlərdən biri var. Bu qızıl dişi çıxarmaq lazımdır, yoxsa yox? Əgər biz o qızıl dişi çıxarsaq, ağzındakı digər dişləri də qırmaq məcburiyyətində qalasıyıq və yaxud da ki, qırılacaqdır. Və bu zaman həmən ki, ağzındakı diş çıxarılır, yoxsa yox? Bu da şeyxə verilən ağzın öz dişi olan və üzərinə qızıl təbəqə çəkilən dişə aiddir. Bildiyimiz kimi bu diş yəni rahat bir şəkildə çıxmır, müəyyən avadanlıqlar vasitəsilə çıxır və şeyxə bunun barəsində sual verilir. Və şeyx cavab verir ki, birincisi odur ki, bilmək lazımdır ki, qızıl dişlər yalnız ehtiyac olduqda istifadə edilməsi icazəlidir. Zinət məqsədi ilə kişilərdən heç birinin qızıl dişdən istifadə etməsi icazəli deyil. Zinət məqsədi ilə. Qadınlara gəldikdə isə əgər onların adətində qızıl dişlərlə zinətlənmək varsa, bu zaman istifadə edə bilərlər. Kişilər isə əgər zərurət olarsa və başqa cür dişin müalicəsi olmayıb, ancaq qızılla müalicə etmək mümkün olarsa, bu zaman həmənki qızıl dişdən istifadə etmək icazəlidir. Dəfnə gəldikdə isə əgər rahat çıxan bir şeydirsə, diş rahat çıxırsa bu zaman çıxarılır. Əgər rahat çıxmırsa, elə o dişlə, ağzındakı dişlə dəfn olunur. Ancaq elm əhli gətirir ki, həmən ki, ağzındakı qızıl diş və yaxud da dişlərlə bir şəxs dəfn olunarsa və qəbrin qazılması və həmən ki, dişin onun ağzından çıxarılması ehtimalları yüksəkdirsə varsa, belə halda ölünün ağzındakı o diş çıxarılır və sonra dəfn olunur. Ki ondan sonra daha şiddətlisi ola bilmə ehtimalı olduğu üçün. Çünki hal-hazırda onun ağzından çıxarmaq istədikləri o dişi istəyən qədər ehtiyatla çıxaracaqlar. Ancaq Allah qorusun dəfn olunduqdan sonra, yəni o oğrular qəbri qazması və həmçinin orada olan o cənazəyə həddən artıq pis bir şəkildə onun dişini götürməsi və yaxud dişlərini götürməsi halı baş verə bilər. Ona görə daha yüngül olanı seçmək daha uyğundur. Və şeyxa sual verilir ki, ölünü yumaqda sabundan istifadə etməyin hökmü nədir? Və şeyx cavab verir ki, çirkli və kirləri təmizləmək məqsədi ilə sabundan istifadə etməkdə heç bir problem yoxdur. Şeyxə sual verilir ki, bəzi insanlar deyir ki, boğularaq, yanaraq və dağıntı altında qalaraq ölən şəxsləri yuyulmur. Həmənki şəxslər yuyulmur. Çünki onlar şəhid sayılırlar. Bu barədə sizin fikriniz nədir? Şeyx cavab verir ki, doğru olan budur ki, müsəlmanlardan ölənlərin hamısı yuyulur, kəfənlənir və onlar üçün cənazə namazı qılınır. Yalnız döyüş meydanında Allahın kəlməsinin uca olması üçün döyüşənlər istisna olmaqla. Yəni, burada əsl şəhiddən gedir. Döyüş meydanında olan şəhidlər, Allahın kəlməsi uca olsun deyə döyüşən şəhidlər, onlar yuyulmur, kəfənlənmir və öz paltarları, qanlı paltarları ilə dəfn olunur. Ancaq bəzi rəvayətlərdə var ki, yəni suda boğularaq ölən şəhiddir, yanaraq ölən şəhiddir, uçuq altında qalıb ölən şəhiddir və insanların verdiyi sual buna dəlalət edir ki, əgər bunlar da şəhiddirsə, biz o həmən döyüş meydanında ölən şəhidlə necə müamilə ediriksə, kəfənlənmə və həmçinin də yuyulma baxımından biz də həmçinin o şəhidlərlə eyni müamiləni edirik və şeyx gətirir ki, xeyr. Yəni yuyulmaması və həmçinin kəfənlənməməsi ancaq döyüş meydanında ölən, müharibədə ölən şəhidlər üçündür.
Amma digərləri isə onlar yuyulur və həmçinin də kəfənlənir. Və şeyğa sual verilir ki, əgər ölünü yumaq mümkün olmasa nə etmək lazımdır? Nə deməkdir ölünü yumaq mümkün olmasa? Bəzən Allah qorusun müəyyən qəzalar olur və maşın yanır və içində sürücü yanır, Allah qorusun. Və həmçinin ev yanır və içində insanlar yanır. Və həmçinin insan çaya düşür, dənizə düşür və uzun müddət qalır. Yəni ət çürümə, insan əti gəlib çürümə və tökülmə, bədəndən tökülmə vəziyyətinə gəlib çıxır. Yəni belə insanları yemək mümkün olmur. Və belə zaman şeyx gətirir ki, onlar üçün təyəmmüm edilir. Qüsul verilmir, onlar üçün təyəmmüm edilir. Necə? Bir şəxs əllərini torpağa dəyir və cənazənin əllərinə sürtür və sonra o cənazənin üzünə sürtür və bu şəkildə cənazə üçün təyəmmüm verilir. Bu da qüslun əvəzindədir. Əgər buna ehtiyac olarsa, cənazəni yumaq mümkün olmazsa. Və şeyğa sual verilir ki, bəzi insanlar ölüləri yuyarkən onların qarşılaşdıqları vəziyyətlər barədə danışırlar. Bu barədə sizin tövsiyəniz nədir? Və şeyx cavab verir ki, əgər vəfat eləyən şəxs cənazəsi olan cənazə bidət əhlinin və həmçinin də bidətə dəvət edən bir şəxsin cənazəsidirsə və onda xoşagəlməyən hallar, üzündə xoşagəlməyən hallar baş verərsə, üzünün qaralması və bunun kimi digər məsələlər baş verərsə, digər insanlara bunun barəsində ibrət üçün, yəni bu tutduqları yoldan uzaq olmaq niyyəti ilə deyilməsi icazəlidir ki, insanlar ibrət alsınlar. Və həmçinin fikir versəz, burada şeyx gətirir ki, bidət əhli və insanları bidətə dəvət edən biri. Ancaq digər şəxslərə gəldikdə isə, yəni bunun barəsində susulur. Və həmçinin də əgər cənazə salih bir insanın cənazəsidirsə və onun cənazəsində bəzi hallar baş verərsə, xoşa gələn, gözəl hallar, təbəssüm kimi və üzünün ağarması kimi və bunun kimi gözəl hallar üzə verərsə, biruzə verərsə, bu zaman yenə insanlar üçün insanlara bu deyilir. Bu burada həmənki cənazə üçün xeyir duanın olunması, onun üçün Allahdan bağışlanma diləməsi vardır. Bu icazəlidir. Bugünlük bununla kifayətlənək. Allahdan istəyirik ki, Allah Teala eşidib faydalanmaq nəsib etsin. Allahdan istəyirik ki, Allah Teala bizə xeyirli bir sonluq nəsib etsin. Əmin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt nəstəğfiruka və nətubu iləyik.